Hər vaxtınız xeyir Asan TV izləyiciləri. Könüllüsən verilişi efirdədir. Veriliş müddətində Asan könüllülərinin həftə ərzində gördüyü işlərdən, layihələrdən danışacağıq. Bugün qonağımız da olacaq. Çox maraqlı və faydalı mövzu ətrafında söhbət edəcəyik. Qonağımızı təqdim etməzdən əvvəl istəyirəm ki, gənclərimizə səslənim. 15-26 yaş aralığındakı gənclər Asan könüllüsü olmaq üçün müraciət edə bilərlər. Bizi sosial media platformalarımız vasitəsilə izləyə, eləcə də suallarınızı mesaj bölməsində qeyd edə bilərsiniz. Şəhər nömrəsi 444 74 44-də zəng edərək isə layihə ideyalarınızla bağlı təkliflərinizi bildirə bilərsiniz. Bir sözlə, könüllü hərəkatına qoşularaq bizimlə irəliyə doğru daha inamla addımlayacaqsınız, əziz gənclər. Könüllüsən verilişi davam edir. Keçid alırıq bir qədər əvvəl anonsunu etdiyimiz qonaqla söhbətə. Mövzumuz isə Asan Könüllüləri Təşkilatının təşkilatçılığı ilə vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin yaradılmasının 12-ci il dönümünə həsr olunmuş InnoCamp Asan Könüllülərinin innovasiya düşərgəsi ilə bağlı olacaq. Qonağımız düşərgənin təşkilatçılarından Fərid Əliyevdir. Fərid, salamlayırıq sizi. Xoş gəlmişsiniz. Təşkilatçı kimi istərdik ki, düşərgənin məqsədi haqqında bizə bir qədər məlumat verəsiniz. Mən də sizi və izləyicilərimizi salamlayıram. Ümumiyyətlə düşərgəmizin bir neçə məqsədi var idi. Əsas məqsədlər gəncləri rəqəmsal dövrün tələblərinə uyğunlaşdırmaq, onları peşəkar mütəxəssis kimi yetişdirməsinə dəstək olmaq, həmçinin innovasiya düşərgəsini onlara həm praktiki, həm də nəzəri cəhətdən aşılamaq əsas məqsədlərimiz idi. Düşərgəyə seçim mərhələsi necə keçirildi və düşərgədə ümumilikdə neçə gənc iştirak etdi? Ümumiyyətlə bir məsələni qeyd etmək istəyirəm ki, düşərgənin qeydiyyat müddəti qısa olsa da, həqiqətən düşərgəyə çox böyük maraq göstərildi gənclərimiz tərəfindən. Ümumilikdə 500-dən artıq müraciət oldu və biz də bir neçə kriteriya üzərində müsahibə mərhələləri təşkil etdik. Gənclərin innovativ düşüncə bacarıqları, həmçinin digər təcrübəni nəzərə alaraq 50 uğurlu gənc layihəmizdə iştirak haqqı qazandı. Düşərgədə komandalar şəklində müsabiqələr də təşkil olunub. Gənclərin bu müsabiqələrdəki mübarizəsi necə dəyərləndirilir? Layihədə iki cür müsabiqə təşkil olundu. Həm intellektual yarış, həm də sonda məhsulların təqdimatla bağlı olan müsabiqə. Mən həqiqətən də hər iki müsabiqəni çox üstün dəyərləndirirəm. Çünki gənclərin çox qısa müddətdə bir-birinə tez adaptasiya olması həqiqətən bizə xoş oldu və həqiqətən sonda final mərhələsində onların uğurlu işləri bizi çox sevindirdi. Fərid, təlimlər hansı mövzularda aparılırdı və ümumiyyətlə gənclərin hansı istiqamətə, hansı mövzulara marağı daha çox idi? Ümumiyyətlə bildiyiniz kimi sonda məhsulun təqdimatı olacaqdı müsifəri qarşısında və biz də sırf buna gəncləri hazırlamaq üçün bir sıra təlim mövzuları seçdik spesifik olaraq. Günümüzün aktual məsələləri, yəni süni intellekt və texnologiya, startap təqdimat bacarıqları, daha sonra dizayn düşüncə modeli kimi təlim mövzuları gənclərimiz üçün həqiqətən çox maraqlı və faydalı oldu. Bildiyim qədərilə asudə vaxt da ayrılmışdı. Gənclər bu asudə vaxtı necə dəyərləndirirdilər, necə keçirirdilər? Əslində asudə vaxtı da iki mərhələyə bölmək olar. Həm təlimlər arası asudə vaxt, həm də qaldığımız, yəni otel ərazisindəki asudə vaxt. Təlimlər arası biz gənclər üçün kofe fasilələri təşkil edirdik. Oteldə isə müəyyən saatlar aralığında hovuz saatları, əyləncə saatları, həmçinin idman saatları təşkil olunurdu. Aydındır. Fərid, yaxın gələcək üçün planlarınız nədir? Daha bir düşərgə təşkil etməyi düşünürsünüzmü? Ümumiyyətlə artıq bir sıra layihələr üzərində işləyirik və həqiqətən də çox maraqlı layihələr bizi gözləyir. İndidən bunları açıqlayıb gənclərə sürpriz pozmaq istəmirəm. Onlara tövsiyəm olur ki, bizim səhifələrimizi yaxından izləsinlər. Həqiqətən də qarşıdan onları çox böyük və maraqlı layihələr gözləyir. Fərid, vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün sizə təşəkkür edirik. Mən də təşəkkür edirəm. Bax belə, əziz izləyicilər. Asan Könüllüləri Təşkilatının təşkilatçılığı ilə InnoCamp Asan Könüllülərinin innovasiya düşərgəsindən danışdıq. Qonağımız isə düşərgənin təşkilatçılarından biri olan Fərid Əliyevidir. 15-26 yaş aralığındakı gənclər Asan könüllüsü olmaq üçün müraciət edə bilərlər. Bizi sosial media platformalarımız vasitəsilə izləyə, eləcə də suallarınızı mesaj bölməsində qeyd edə bilərsiniz. Şəhər nömrəsi 444 74 44-də zəng edərək isə layihə ideyalarınızla bağlı təkliflərinizi bildirə bilərsiniz. Bir sözlə, könüllü hərəkatına qoşularaq bizimlə irəliyə doğru daha inamla addımlayacaqsınız, əziz gənclər. Könüllüsən verilişi davam edir. Hörmətli izləyicilər, Asan Könüllüləri həftə ərzində müxtəlif layihələr gerçəkləşdirir və faydalı tədbirlər keçirir. Elə indi könüllülərin həftəlik fəaliyyətini sizinlə bölüşmək istəyirik. Rəsul, Master 2-yə qeydiyyat başlayıb, xəbərin var. İndi dedin, xəbərim oldu. Sən Master 2 olmusan? Təəssüf ki, mən Master 2 ola bilməmişəm. Əziz könüllülər,
Master 2 qrupuna qeydiyyat başlayıb. Asan könüllülərinin sosial media səhifələrinə daxil olub qeydiyyatdan keçərək siz də Asan xidmət mərkəzlərində Master 2 qrupuna qoşulmaq üçün müraciət edə bilərsiniz. Asan Könüllüləri Təşkilatı bununla bağlı maraqlı videoçarx hazırlayıb. Gəlin izləyək. Salam, mən Müjgan Xudaverdiyeva, İnsan Resursları İdarə Edilməsi şöbəsinin əməkdaşıyam. Buyurun əyləşin. Hazırsınız? Hazıram. Onda başlayaq. Buyurun, özünüzü təqdim edin. Mən Heydər Ökəmram, IT sahəsi üzrə təhsil alıram. Mən Kəvsər Hikmət, kompüter mühəndisliyi üzrə təhsil alıram. Salam, mən Layla Allahverziyeva, jurnalistika ixtisasında təhsil alıram. Mən Nismə Rəhmətova, hüquqşünaslıq ixtisası üzrə təhsil alıram. Bu sahədə təcrübəniz var? Təəssüf ki, bu sahə üzrə təcrübəm yoxdur. Master 2 pilləsində mənim üçün əla fürsət olacağını düşünürəm. Yaxşı, bəs siz nə üçün təcrübəyə götürməyək? Götürməyək. Adətən götürədiyə sual verirlər. Heç bu barədə düşünməmişdim. Hansı istiqamət üzrə müraciət etmisiniz? İctimai əlaqələr sahəsini seçdim, çünki ixtisasıma daha uyğun olduğunu düşünürəm. Hüquqşünaslıq istiqaməti üzrə qeyddən keçmişəm. Özünüzü bir həftə sonra harda təsəvvür edirsiniz? Düşünürəm ki, bir həftə sonra könüllü olaraq fəaliyyətə başlamış olacağam. Əyləncə sizin üçün nə dərəcədə vacibdir? Əyləncə əslində həyatımın böyük bir hissəsidir. Əylənməyi çox sevirəm. Amma düşünürəm ki, Master 2 olaraq seçildikdən sonra əyləncəmə biraz ara verə bilərəm. Əyləncədən uzaqlaşmağa ehtiyac yoxdur, çünki Master 2 çərçivəsində siz həm əylənib, həm də öyrənəcəksiniz. Əziz gənclər, əgər siz də yeni bilik və bacarıqlar əldə etmək istəyirsinizsə, o zaman bizə qoşulun. Dünyanın mötəbər universitetinin tələbələri bir müddətdir Asan xidmətdə təcrübə keçirirlər. Söhbət Oksford Universitetindən gedir. Oksford tələbələri Asan Könüllüləri Hərəkatının fəaliyyəti ilə tanış olublar. Tələbələrə dövlət qurumlarında könüllülük fəaliyyətinin təşkili və strukturu, həyata keçirilən proqram və layihələr haqqında geniş izah verilib. Daha sonra onların sualları cavablandırılıb və ümumi könüllülük siyasəti haqqında müzakirələr aparılıb. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Asan Könüllüləri Təşkilatının təşkilatçılığı ilə layihələrin idarə edilməsi üzrə menecerlik proqramı həyata keçirilir. Bir ay müddətində davam edəcək layihənin əsas məqsədi layihələrin idarə edilməsi üzrə təhsil alan və karyera qurmaq istəyən gənclərin bu sahədə fərdi inkişafına dəstək olmaq və təcrübi biliklərə yiyələndirməkdir. Layihəyə 17-26 yaş aralığında 30 gənc qatılıb. Daha bir uğur. Asan Könüllüləri beynəlxalq konfransda təmsil olunublar. Rusiyanın Gənclərlə İş üzrə Federal Agentliyinin dəstəyi ilə Moskva şəhərində həyata keçirilən Dobro Konferensiya 2024 konfransında Asan Könüllüləri Təşkilatının əməkdaşı Ülviyə Məmmədzadə iştirak edib. Konfrans iştirakçılarına Asan Könüllülərinin fəaliyyəti, Asan Könüllüləri Təşkilatı tərəfindən həyata keçirilən layihələr və görülən işlərlə bağlı məlumat verilib. Kosmosa səyahət etmək. Bəli, əziz gənclər, doğru eşitdiniz. Deməli, bir sayılı Bakı Asan Xidmət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Həvəskar Astronomlar Cəmiyyəti və Qala Sığorta Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə könüllülər üçün möhtəşəm astrokamp keçiriləcək. Düşərgədə könüllülər gecə boyu professional teleskoplarla ulduzları, planetləri, dumanlıqları müşahidə edəcək. Qalaktikalar, Günəş sistemi haqqında mühazirələr dinləyəcək. Eləcə də səma cisimlərinin fotoşəklinin çəkilməsi haqqında master klassda iştirak edəcəklər. Qeyd edək ki, düşərgə çadır şəraitində başlayacaq və kosmosun əlverişli şəkildə izlənməsi üçün gecə boyunca davam edəcək. Düşərgəyə 18-25 yaş arası gənclər qoşula bilərlər. Asan Könüllüləri Təşkilatının əməkdaşı Şirxan Aslanov 25-30 iyun tarixlərində Özbəkistan Respublikasında keçirilən festivalda iştirak edib. Festivalın məqsədi gənclər arasında təcrübə və fikir mübadiləsinin təşkil edilməsi, mövcud və qlobal problemlərin həlli üçün onların birgə fəaliyyətinin təşviq olunması, davamlı inkişaf üçün sosial tərəfdaşlığın gücləndirilməsi və könüllü hərəkatlarının fəallığının artırılması idi.
15-26 yaş aralığındakı gənclər asan könüllüsü olmaq üçün müraciət edə bilərlər. Bizi sosial media platformalarımız vasitəsilə izləyə, eləcə də suallarınızı mesaj bölməsində qeyd edə bilərsiniz. Şəhər nömrəsi 444 74 44-də zəng edərək isə layihə ideyalarınızla bağlı təkliflərinizi bildirə bilərsiniz. Bir sözlə, könüllü hərəkatına qoşularaq bizimlə irəliyə doğru daha inamla addımlayacaqsınız əziz gənclər. Hörmətli Asan TV izləyiciləri, daha bir Könüllü Sən verilişinin sonuna gəldik. Hər həftə Könüllü Səni izlə. Sən də bu hərəkatın bir parçası ol.